Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda hüquqi şəxslər crowdfunding platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilmək üçün 2750 manat dövlət rüsumu ödəyəcəklər. Xəbər verilir ki, bununla bağlı Milli Məclisin dünən keçirilən iclasında dövlət rüsumu haqqında qanunda dəyişiklik edilməsi təklif edilir. Qanun layihəsi səs verməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib. Tovuzda xəstəxanada ölüm hadisəsi baş verib. Məlumata görə, rayon sakini 17 yaşlı şəxs ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri hələlik məlum deyil. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.